Əziz müəllimlər, dəyərli həmkarlar, bugün danışırıq məktəb daxili qiymətləndirmənin növləri olan diaqnostik qiymətləndirmədən. Deməli, biz bilirik ki, məktəb daxili qiymətləndirmənin 3 növü var: diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə və summativ qiymətləndirmə. Bugün biz diaqnostik qiymətləndirməni öyrənəcəyik. Bilirik ki, diaqnostik qiymətləndirmə şagirdlərin ilkin bilik bacarıqlarının qiymətləndirilməsidir. Yəni, diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə şagirdlərin ilkin bilik və bacarıqlarını qiymətləndirən qiymətləndirmə növüdür. Adından məlum olduğu kimi diaqnoz qoyur. Bu qiymətləndirmə barometr rolunu oynayır. Deməli, diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə şagirdin mövcud səviyyəsinin ilkin mərhələdə qiymətləndirilməsidir. Diaqnostik qiymətləndirmə nə vaxt aparılır? Deməli, diaqnostik qiymətləndirmə yeni dərs ilinin əvvəlində, ikinci yarım ilin əvvəlində, hər bölmənin əvvəlində, məktəbdən məktəbə keçdikdə şagird və yaxud da müəllim məktəbdən məktəbə keçdikdə, sinifdən sinifə keçdikdə aparıla bilir. Bir daha deyirəm, bir daha təkrar edirəm. Diaqnostik qiymətləndirmə nə vaxt aparılır? Yeni dərs ilinin əvvəlində aparılır. Şagird məktəbə, sentyabr 15-i məktəbə daxil olursa, biz şagirdlərlə diaqnostik qiymətləndirmə aparırıq. İkinci yarım ilin əvvəlində aparılır. Hər bölmənin əvvəlində aparıla bilər. Məktəbdən məktəbə, sinifdən sinifə keçdikdə aparılır. Bu qiymətləndirmə həm də diferensial təlimə təkan verir. Biz diferensial təlim haqqında danışmışdıq. Bilirik ki, diferensial təlim şagirdlərə fərqli və fərdi yanaşmadır. Deməli, diferensial təlimdə biz şagirdin nələri nəzərə alırdıq? Şagirdin yaş xüsusiyyətlərini, öyrənmə tərzlərini, maraqlarını nəzərə alırıq. Deməli, biz diaqnostik qiymətləndirmə aparmaqla şagirdlərin potensialını və onların potensial imkanlarını nəzərə alırdıq, öyrənmə tərzlərini nəzərə alırıq, təlim strategiyalarını düzgün şəkildə necə seçə bilərik, onları nəzərə alırıq. Deməli, diaqnostik qiymətləndirmə həm də diferensial təlimə təkan verir. Diferensial təlimi qurmağımıza yardımcı olur. Diaqnostik qiymətləndirmə. Deməli, biz diaqnostik qiymətləndirmə aparmaqla həm nələri öyrənirik? Şagirdin ilkin bilik bacarıqlarını öyrənirik, mövcud vəziyyətini öyrənirik, ilkin bilik bacarıqlarını, mövcud vəziyyətini öyrənirik, güclü zəif tərəflərini öyrənirik və bunları öyrənməyə, müəyyən eləməyə imkan verən bir qiymətləndirmədir. Bu qiymətləndirmə dedik, diferensial təlimə təkan verir. Bu qiymətləndirmə diferensial təlimə təkan verir. Deməli, biz müəllimlər diaqnostik qiymətləndirməni əgər effektiv apararsaq, effektiv aparmaqla şagirdlərin artıq mövzu ilə bağlı nə bildiklərini və nəyin öyrənilməsinə ehtiyac olduğunu dəqiqləşdirə bilirik. Deməli, biz diaqnostik qiymətləndirməni effektiv aparmaqla şagirdlərin artıq mövzu ilə bağlı nə bildiklərini və nəyin öyrənilməsinə ehtiyac olduğunu dəqiqləşdirə bilirik. Buna görə də biz aşağıdakı suallara cavab tapırıq. Şagirdlər artıq nəyi bilirlər? Şagirdlərim nəyi bilmirlər? Şagirdlər digər şagirdlərlə müqayisədə təlim nailiyyətlərinə görə hansı səviyyədədirlər? Şagirdimin təlim nailiyyətini necə inkişaf etdirə bilərəm? Deməli, biz bu suallara cavab tapırıq. Deməli, diaqnostik qiymətləndirmə bütün qiymətləndirmələrdən əvvəl aparıldığından mövcud vəziyyət üçün şagirdlərin bundan əvvəl həmçinin aşağı siniflərdə nəyi öyrənmiş olduqlarını aşkar edir. Əziz müəllimlər, bu qiymətləndirmə şagird üçün bir risk təşkil eləmir. Çünki diaqnostik qiymətləndirmə şagirdin güclü və işlənməli olduğu tərəflərini, yəni zəif tərəflərini necə eləyəcəm ki, mən onları gücləndirəcəm, yuxarı qaldıracam, ortaya çıxarmağa xidmət edən bir qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə müəllimə dedik bir barometr rolunu oynayır. Diaqnostik qiymətləndirmə zamanı ilkin bilik bacarıqlar, köhnə bilik bacarıqlar, mövcud bilik bacarıqlar nəzərdə tutulur. Deməli, diaqnostik qiymətləndirmə zamanı ilkin bilik bacarıqlar, yəni köhnə bilik bacarıqlar və mövcud bilik bacarıqlar nəzərdə tutulur. Dedik ki, diaqnostik qiymətləndirmə heç bir risk təşkil eləmir. Çünki diaqnostik qiymətləndirmə aparmaqla biz şagirdlərin vəziyyətini araşdırırıq. Onlar əvvəl nəyi biliblər, mən daha onlara nələri öyrətməliyəm. Diaqnostik qiymətləndirmə müəyyən bir balla və yaxud da düzgün cavabların sayını müəyyən bir rəqəmlə qiymətə əsaslandırmır.
əsaslanmır, yəni qiymət yazmırıq. Şagirdin yekun qiymətləndirməsinə təsir eləmir. Ona görə də bu qiymətləndirmə bir risk təşkil etmir. Deməli, biz diaqnostik qiymətləndirmə aparmaqla nə etdik? Şagirdlərin bilik bacarıqlarının ilkin səviyyəsini ölçdük. Təlim prosesinin düzgün planlaşdırılması üçün şərait yaratdıq. Deməli, əziz müəllimlər, dedik ki, diaqnostik qiymətləndirmə müəyyən bir bala ehtiyac duymur və ya düzgün cavabların sayını nəzərdə tutan bir rəqəmə ehtiyac duymur, bir qiymətə əsaslanmır və şagirdlərin yekun qiymətləndirməsinə təsir eləmir. Diaqnostik qiymətləndirməni sinifdə hansı üsullarla həyata keçirmək olar? Diaqnostik qiymətləndirmə vasitələrinə nümunə olaraq aşağıdakılara göstərmək olar. Deməli, sinif müzakirələri ilə, müşahidələrlə, tapşırıqlarla, sinifdə aparılan sorğularla, iş üsullarından, klaster və bibliodan istifadə edərək diaqnostik qiymətləndirməni təşkil edə bilərik. Deməli, əziz müəllimlər, diaqnostik qiymətləndirməni şifahi üsullarla yanaşı, həm də esse yazdırmaqla, ifadə yazdırmaqla, inşa yazdırmaqla, çalışma, açıq-qapalı tipli testlər verməklə, yaradıcılıq və əl işləri kimi nümunələrlə qiymətləndirmə vasitələrindən istifadə etmək olar. Diaqnostik qiymətləndirmə zamanı şagirdə esse yazdıra bilərək, ifadə yazdıra bilərək, çalışmalar verə bilərək, testlər verə bilərək, yaradıcılıq və əl işləri verərək şagirdləri diaqnostik qiymətləndirə bilərik. Deməli, bir də vurğulayıram, diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, jurnalda qeyd olunmur, fən müəllimi tərəfindən hazırlanır, müəllim tərəfindən aparılır. Nəticələri müəllimin qeyd dəftərində və şagirdlərin portfoliosunda saxlanılır. Deməli, əziz müəllimlər, bir də onu deyim ki, diaqnostik qiymətləndirmə ilə bağlı müəllimlər bəzi təşkilati işlərin həyata keçirilməsi, müəllimlərə bəzi təşkilati işlərin həyata keçirilməsi tövsiyə olunur. Məsələn, deməli, birinci sinif rəhbəri tərəfindən hər bir şagird üçün müəyyən bir məktəbdə saxlanılan bir portfolio, qovluq yaradılır və portfolionun üzərində hər bir şagirdin özünün adı və fənlərin sayı qədər fayllar qoyulur. Hər faylın üstünə bir fənnin adı yazılır. Əlavə olaraq da bir faylda şagirdin sosial və digər ümumi fəaliyyətləri ilə bağlı nəzərdə tutulan bir fayl qoyulur. Hər fayla şagirdin həmin fənlə bağlı yazılı materialları qoyulur. Hər hansı bir fənlə bağlı fayl dolduqda bu fənnin üzrə daha bir yeni fayl əlavə edilir. Deməli, qısa sözlə desək, hər bir müəllim şagird üçün nə hazırlayır? Qovluq hazırlayır. Hər şagirdin özünün adına qovluq hazırlayır, portfolio hazırlayır. Portfolionun içərisində fənlərin sayı yerləşdirilir və fayllar qoyulur. Əlavə bir də fayl qoyulur. O dolduqda yenisi əlavə edilir. Deməli, ikinci, hər bir müəllim də şagirdlə bağlı ilkin müşahidələri varsa, meyil maraq dairəsi haqqında rəyini, həmçinin şagirdin yazılı qeydlərini fənnə aid fayla əlavə edir. Deməli, sinif rəhbəri də portfolionu təşkil elədi, saxladı və burada olan məlumatları araşdırıb təhlil edilməsini, rəhbərliyə və valideynlərə müvafiq məlumatlar verilməsini həyata keçirir. Deməli, əziz müəllimlər, bugün danışdıq diaqnostik qiymətləndirmədən. Dedik ki, diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, heç bir risk daşımır. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Mövcud səviyyənin ilkin mərhələdə qiymətləndirilməsidir. Diaqnostik qiymətləndirmə nə vaxt aparılır dedik? Dərs ilinin əvvəlində, ikinci yarım ilin əvvəlində, hər bölmənin əvvəlində, məktəbdə keçdikdə, sinifdən sinifə keçdikdə aparılan qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə diferensial təlimə imkan verir. Diaqnostik qiymətləndirmə qısa müddətli bir qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə aparmaqla biz, deməli, diaqnostik qiymətləndirmə müəyyən bir bala və yaxud da düzgün cavablarının sayını nəzərdə tutan bir rəqəmə, qiymətə əsaslanmır. Şagirdlərin yekun qiymətləndirməsinə təsir etmir. Deməli, əziz müəllimlər, biz diaqnostik qiymətləndirmədən danışdıq. Bir sonraki izahım formativ qiymətləndirmədir. Sağ olun, sağlıqla qalın.